az yerimək insana sağlamlıq gətirən amillərdən biridir. İndi bəzi adamlar deyirlər ki, həkimlər deyirlər ki, yerimək insana xeyirdir. Burada diqqət olunmalıdır. Bu hədisin dördüncüsü də qillətü təamdır, az yeməkdir. Mən bunların ikisini bir yerdə açıqlayacağam. Az yerimək və az yemək məsələsi. Burada dördlük hamısı az yuxu, az danışmaq, az yemək və az yerimək, bunlar insan bədənini sağlam saxlayan məsələlərdəndir. Bəzi alimlər deyirlər ki, yox, gün ərzində çoxlu yerimək lazımdır. Heç kim çoxlu yeriməyi sifariş eləmir. Hər kim gün ərzində yeriməyi sifariş eləyir. Hər kim gün ərzində yeriməyi sifariş edir. Amma heç kim çox yeriməyi sifariş eləmir. İnsan bədənində, bədən bir növ insanın bədənində kalorilər var. İnsan yeməkdən bunları cəm edir bədəninə. Sonra gün ərzində bunu yandırmaq lazımdır. Əgər insan sağlam yaşamaq istəyirsə, sağlam yaşayışında insanın qəbul elədiyi kalori ilə gün ərzində yandırdığı kalori eyni olmalıdır ki, insan sağlam orqanizmə, sağlam bədənə malik olsun. Əgər birdən insan çox yeriyərsə gün ərzində, təbiidir, baxın, İslam deyir, çox yeriməmək lazımdır. Kimlərə deyir? Özün kontrol eləməyib, yeməyin kontrol eləməyib, 150 kiloya qalxıb, 100 kiloya qalxıb, o adama demir. İslamın nəzarət altında, İslam qanunlarının nəzarəti altında yaşayan adama deyir az yerimək. Buna diqqət olunmalıdır. Məsələn, az yeməyi də deyir. O tərəfdən hədislərdə keçir ki, gecə yemək yemək lazımdır. Axşam yeməyi İslamda vurğulanan məsələlərdən biridir. Gecədən məqsəd axşamdır. Bizdə bəzi diyetoloqlar deyirlər ki, insan axşam yeməsin. Amma İslam deyir ki, axşam yemək lazımdır. Baxın, diqqət edin məsələ. İmam Sadiq əleyhissalamın hədisdə keçir ki, əgər insan şam yeməsə, onun bədənində bir damar öləcək. O şam yeməməyin nəticəsində bir damar ölər, insan sonra nə eləsə həmən damar dirilməyəcək, öldü, aradan getdi. Haçan şam yeməyi yemək lazımdır gecənin əvvəlində, saxlayıb gecə yarısında şam yeməyi yeyib, sonra tox qarnına yatmaqdan söz getmir. Əvvəldə yemək lazımdır və hansı insanlar bu işi görməlidir? O insanlar ki, İslamın başqa göstərilərinə də əməl eləyirlər. Yəni, İslam heç bir göstəridə demir, sən özünü kontrol eləmə, kökəlt, piylənmə geçsin, hər nə olsun. Sonra deyəsən ki, İslamda şam yeməyi də var, mən gəlim şam yeməyi də yeyim. İslam şam yeməyini vurğulayır. İslam başqa yeməklərdə az yeməyi, doymadan, süfrədən əl çəkmək. Sevgili Peyğəmbərimiz buyurur ki, mənim ətə ehtiyacım olmadığı müddətdə mən gün ərzində ət yeməzdi sevgili Peyğəmbərimiz. Nə qədər ki, onun ətə ehtiyacı olmurdu, gün ərzində ətdən istifadə eləmirdi.